Video izahın digər ikinci hissəsinə keçirəm. Deməli, burada biz yarımçıq qaldı. Doğru cavab 1-3-dür 15-ci sualda. 16-cı sualda isə deməli, Davidin prezentasiya hazırlamasından gedir söhbət. Biz nəyə diqqət edirik? Qrammatik quruluşda to. Bildiyiniz kimi, can notlarda, could notlar, ümumiyyətlə, modal fe'lərdən sonra to'nun istifadə olmamasıdır. Had not to make olmaz. Burada olmalıydı. Did not have to make. Ona görə dördüncü variantda səhvdir. Yəni 3-dən 4 olan variantlara baxmırsınız. Test edərkən, yoldaşlar, test edərkən vaxtınızı itirməmək üçün doğru olmayan variantların üzərindən xətt çəkin. Və sonra keçirik zamana. Zamana baxırıq ki, yes'dədir. Yes'də olduğuna görə izdən istifadə etmirik. Düzgün cavab 2 ilə 5'dir. Əgər bu cür testi etsəniz, siz test həll eləməyə nail olacaqsınız. Baxırıq yenə də, burada heç bir to'dan istifadə olunmuyubdur. Adi formadadır. Ought-dan sonra bildiyiniz kimi to olur. Ought notdan sonra bilirsiniz ki, to olur. Deməli, 2 ilə 5 olan variantlara biz baxmırıq. Və 3, 4, 1, 4'ə baxırıq. Bildiyimiz kimi 4-cü sual, 4-cü variant doğrudur. Və ikinci variant nəyə görə, üçüncü variant nəyə görə doğru deyil? Yenə də did not have to olmalıdır. Ona görə də düzgün cavab 1, 4'dür. 18-ci testdə nəyə diqqət yetirik? Burada kontrakt üçün imzalatdırdı. Deməli, imzalatdırdı deyəndə isə biz əgər kiməsə imzalatdırdı olsaydı, biz doğru cavabı götürərdik. I signed olardı. Yəni, baxaq bu nədir? Bu icbar növü olan feildir. Positive structure olduğu üçün biz burada deməli someone, kimsə, xatırlayırsınızsa da plus deməli object və burada isə feili sifət 2-dən istifadə olunur. Yəni doğru cavab burada gördüyünüz kimi olacaq signed. Əgər kiməsə imzalatdırdı olsaydı, artıq biz bunu dəyişməli olurduq. Yəni sign bu doğru structure deyil. To sign da doğru structure deyil. Doğru cavab D variantıdır. 19-cu testdə diqqət yetirək. Harasa vizit edəndə fikir verməliyik ki, biz to'dan istifadə edirik, yoxsa yox. Visit deməli hara? I visit harasa səfər edirəmsə, diqqət yetirək birinci bu hissəni saxlayaq və last year bölməsinə. Last year'də bildiyiniz kimi heç bir söz öndən istifadə olunmur. Biz qaldıq iki variant arasında. Deməli, vizitdən sonra to'nun istifadə olunub olmayacağını, vizit bölməsi olmayacağını, daha doğrusu vizitdən sonra heç bir artiklin istifadə etməyəcəyimizi əzbər bilməliyik. Ona görə doğru cavab B variantıdır. Yenə də diqqətlə yetirək. Graduated bu ifadədir və bu həmişə, hər zaman fromdan işlənir. Yəni, bunu əzbərləmək lazımdır. Hər hansısa bitirmək. 21-ci sualda isə enjoy-dan sonra ing feilinin, yəni gesturdan istifadə olunmasını diqqətə yetirməliyik. Ona görə biz burada cooking-dən istifadə edirik və diqqət yetirməliyik ki, want-dan sonra isə to hissəcik olur. Ona görə doğru cavab məstərdən axırıncı, sonuncu variant Y variantıdır. Və diqqət nəyə yetirək? Burada yetirək ki, make-dən, let-dən sonra bildiyiniz kimi to istifadə olunmur. Ona görə 2 ilə 4'ün üzərinə xətt çəkirik. Harada 4 varsa, 2 varsa bunları biz istifadə etmirik. Və nəyə diqqət yetirək? İndi müəllimin ona qaydaları söyləməsini, revise etməsini dedi. Və burada told həmişə istifadə olunur. Dedi ki, onu vasitəsiz vasitənin çevrilməsində, əmr cümlənin çevrilməsində istifadə olunur ki, ona görə doğru cavab 3 variantına baxırıq. Yəni 1-5'ə baxmırıq.
və burada bir də advice-dır. Bu iki variantdan sonra deməli kompleks obyektdən istifadə edərkən to-dan da istifadə edirik. Doğru cavab 1, 3-dür. Bunlar əslində kompleks obyektin qaydalarıdır. 23-cü testə baxırıq və 23-cü testə baxanda deməli by the time biz buna diqqət yetirməliyik. By the time olan bölmələr hamısı demək olar ki, bitmiş zamanla ondan əvvəlki cümlənin keçmiş bitmiş zamandan istifadə olunmasıdır. Ona görə A variantını götürmürük. B variantı indikidir, uzlaşma doğru deyil və D variantı onun kimi. Y variantda da yenə uzlaşma doğru deyil. Doğru cavab C variantıdır. Had received pozdur. Nəyə görə, hardan bildim? Mən əzbər bilirəm ki, by zamanla götürəndə 45 yaş olana kimi bir neçə rewardlar əldə edib, ona görə də düzgün cavab C variantıdır. 24-cü suala nəzər yetirək. Baxırıq ki, qəzetdə olan məlumatdan gedir. Cümlə inkar cümlədir. İnkar cümlədən no istifadə oluna bilməz və qarşısında isim olduğu üçün iki ismi əvəz edən, bu əvəzlikdə bildiyiniz kimi isim olmaz. Yəni bunlar heç biri olmur. Və gəldik any ilə some arasında qaldıq və cümlə inkar cümləni tam doğru cavabını bildirmək üçün any'dən istifadə bilirsiniz ki, any inkar cümlədən istifadə olunur. Sonra isə keçdik digər bölməyə və mənim qardaşım bu maşını ala bilmir və biz nəyə diqqət yetirməliyik? Ala bilmirsə bu mənfi mənadadır. Bilirsiniz ki, pozitivlər, inaflar pozitivdir, ona görə biz inafdan istifadə etmirik. As ümumiyyətlə doğru deyil qrammatik qaydaya görə və enough expensive sözü heç ümumiyyətlə uyğun gəlmir. Expensive enough olardı doğru olsaydı. Və burada much expensive də müsbətdədir. Ona görə də bunu da doğru götürmürük. Quite expensive bu da uyğun deyil. Too expensive doğru cavab A variantıdır. 26-cı sualda TED-in dostları dünənki dərslərdə iştirak etməyiblər və nəyə görə? Standart olmaya görə. İndi baxaq ki, burada iştirak etməklər inkardır. İnkarlarda nəyə diqqət edirik? Keçmiş zamana, can olan cümləyə baxmırıq. Keçmiş zaman deyil. İnkar olduğuna görə so'lara da baxmırıq. Either inkar cümləyə aiddir, amma burada could not olmalıydı. Ona görə bu doğru deyil. Y variantında isə neither var. Təzədən inkar yazmağın mənası yoxdur. Doğru cavab A variantıdır. 27-ci suala diqqət yetirək. 27-ci sualda isə düzgün interrogativ cümlələri seçirik. Sual cümləsinin düzgün seçilməsi. Baxırıq, burada did köməkçi feilindən istifadə edib keçmişdə və təzədən bura make, əslində bu olmalıdır make. Ona görə doğru deyil. Birlər olan varianta baxmırsınız. Və sonra isə burada have to do olanlarda do people have to do olmalıydı. What do people have to do? Ona görə üçüncü variant da səhvdir. Ümumiyyətlə, üçüncü variant aid testdə yoxdur burada. Ona görə, baxın, belə olanda diqqətli olmalıyıq. 3 yoxdursa heç 3-dən ötürü başımıza ağırtmağa dəyməz. Sonra isə baxırıq ki, why do children like playing video games? Bu, okey, uyğun gəlir. How has global warming affected polar regions? Baxaq, görək ki, doğru cavab 4-5-dirmi, 2-də doğruluq varmı? Yoldaşlar, 2-də doğruluq yoxdur. Çünki how did mütləq bunun qarşısında isim olmalıydı. Burada doğru, ona görə doğru deyil. 2-də düzgün cavab 4-dən 5-dir. Çünki burada köməkçi feildən sonra isim yazılmayıbdır. 4-5. 28-ci suala baxaq. Deməli, yenə də bu disjunktiv sual növüdür. Disjunktiv sual növündə birinci zamana fikir verməliyik. Zamanla baxırıq, keçmiş zamandır. Buna diqqət yetirmirik. Birinci tərəf təsdiqdir, ikinci tərəf inkar olmalıdır. Təsdiqləri seçmirik. Burada can-lə getmir söhbət, ona görə could-dan istifadə etmirik. Və qaldıq iki variant arasında. My grandparents əvəz eləyəndə də Zeydən əvəz eləyirik. Ona görə də düzgün cavab B variantı şini
götürə bilmərik. 29-cu testdə baxaq görək burada variantsız burada özümüz həll edək. Biz bunu məntiqi cəhətdən tapmalıyıq. Çünki nəyə görə burada tərcümə ilə yol məqsəddir. Məqsədə nail olursan, ona görə düzgün cavab. Əgər çox işləsən, sən məqsədinə nail ola bilərsən. Burada B variantıdır, achieve. Bizim müəllimimiz həmişə çalışır ki, bizi demək, daha yaxşı eləmək üçün motivə eləsin. Ona görə düzgün cavab motivate, D variantıdır. Bir qrup şagirdlər qərara gəldilər ki, evsiz insanlara, baxın, məktəb kitabından götürülmüş testlərdir, məktəb kitab dərsliyə aiddir. Kömək etsinlər, burada deməli, help olacaq və sonra isə burada bax, bu 8-ci sinifin səhv eləmirəmsə, 8-ci sinifin materialındadır. Azərbaycan xalqı həmişə deməli, öz qonaqpərvərliyi ilə, isti qonaqpərvərliyi ilə turistlərə nə eləyir? Demək, hörmətini göstərir. Show hospitality, ona görə düzgün cavab C-dir. B, D, A, C. Baxaq doğru, əgər variant varsa da B, D, A, C. Doğru cavab A var, birincidədir. Və digər suala keçək, 30-cu suala. Yenə definitionlara baxırıq. Biz definitionları bilməyimiz üçün biz mənalarını da bilməliyik əzizlərim. Fail mənfi mənada olan sözdür. Mənfi mənada olan söz unsuccessful. Ona görə deməli birinci C variantıdır. Uğursuz olmaq və afford yenə də bu yoldaşlar 9-cu sinifin 8-ci sinifin materialına götürülmüş testdir. Yəni sizin imtahanlarınıza da sinif materiallarına düşəcək. To have enough money to buy something it is to afford. Yəni ki, bu ala bilərik. Yəni tam mənasıdır. Disturb-ə baxaq, interrupt, müdaxilə eləyirəm və bununla yanaşı mən həm də bax, gördüyünüz kimi disturb narahat eləyirəm. Kimisə upset eləmək, distract bildiyiniz kimi dilxor etmək və sonra isə təhlükədə olanda həmin yerdən demək, qaçmaq, canı qurtarmaq burada var sizin cavablarınızdan. Escape, F variantı və işdən diqqətini yayındırmaq, deməli, distract-dir. Distract isə, mən burada varianta görə səhv yazdım. Deməli, üçüncü testdə isə baxırıq ki, testdə upset olan bölmə variantı səhv ya distract deyil, offend-dir. Offend deməli, B variantı. C, A, Y, B, F deyil. Baxaq görək o variantdan uyğun gələn hansıdır? Doğru cavab A variantıdır. Sadəcə sözləri yaxşı bilmək lazımdır. Məktəb dərsində diqqət yetirmək lazımdır. Oradakı sözlərin mənasını definitiondan öyrənmək lazımdır. Ona görə doğru yazasınız. Baxın, yenə də fun loving 7-ci sinifin materialından düşmüş bir bölmədir. Bu sözlər patient-dir, confident-dir, optimistic-dir, reliable. Bunlar hamısı 7-ci sinifin materialındandır. Deməli, burada nəyə baxırıq? Xəstə insanlar deməli, acıqlanmadan uzun müddət gözləyən bilər, yoxsa inamlı mı? Buna diqqət yetirək. Daha doğrusu xəstə yox, üzrü hesab edin. Patient, səbirli insanlar deməli, uzun müddət demək, gözləməyi bacarır. Confident inamlıdır, fun loving əyləncə sevərdir, əyləncəlidir, optimistik hər şeyə müsbət baxan, reliable da bilirsiniz ki, etibarlı insanlar. 32-ci testdə isə bu atalar sözüdür, bunu əzbər bilməliyik. Bugün işini sabaha qoyma. Burada bir dənə doğru cavab varsa da put off təxirə salmaq. 30-cu sualda nəyə diqqət yetirməliyik? Hundreds of doğrudur, amma bridge burada cəmlənməlidir.
Thousands of students cəmlənməlidir. 100 rəqəm olduğu üçün 100